79. Buxarlanma qabiliyyətinin yağıntıdan az olduğu ərazilərdə yaranan təbii zonalar və onlara uyğun gələn torpaq tipləri. Sual gördünmü? Artıq orada bir elə bil ki, infarkt girdi bir böyründən, paraliz girdi bir o deyir, beynim infarkt keçirdi. Hə, onun kimi olduq burada. Aləm dəydi bir ki, ay dədəm, vay, mən təbii zonalar, bunu harda, mən axı bu mövzunu yaxşı bilmirdim. Bu coğrafiyanın ən zəhləm gedən mövzusu təbii zonalar. Həyəcan, ürək döyüntüləri artırıcı orada. Aləm dəydi bir-birinə. Ehtiyac yoxdur. Mənə heç bura lazım deyil. Buranı mən istəmirəm də. Buxarlanma qabiliyyətinin yağıntıdan az olduğu. Mənə lazım olan bir dənə bu cümlədir. Buxarlanma qabiliyyəti yağıntıdan az olduğu. Yəni bu ərazidə yağıntının ya çox yağdığı ərazi olmalıdır, ya da yağıntının az yağdığı soyuq ərazi olmalıdır. Bax, buxarlama qabiliyyətinin az olması üçün nə lazımdır sənə? Buxarlama qabiliyyəti az edib nə lazımdır buxarlama qabiliyyəti üçün bizə? Günəş lazımdır, istilik lazımdır. Əgər günəş istilik varsa, qabiliyyət demək çoxdur onda. Amma qabiliyyətin az olduğu deyirsə, demək hara baxmalıyam mən? Soyuq əraziyə. Soyuq ərazi burada nə var? Tayqa var, tundra var. Demək 3 ilə 4 nədir? Cavabımız ola bilər. İndi qalırıq iki cavab arasında. 6 və 5 arasında qalırıq. Götürüb 5 yazıb səhv yazıb gedirik, eləmi? Ha, gəlirəm burada 6-ya. Ekvatorial meşələrdə cavabım olacaq. Niyə görə? Çünki ekvatorial ərazidə uşaqlar düzdür, hava istidir orada. Amma oranın yağıntısı çoxdur. Yağıntı çox deyə, orada yağıntı artıq buxarlama qabiliyyətindən çox olmağını bəli görə bilərik. Olacaq doğru cavabımız nə? 3, 4, 6. Yəni sadə sualda problem yoxdur. Yenə təkrar edirəm. Buxarlanma qabiliyyətinin əgər çox olduğu ərazi deyirsə bizə hara baxmalıyıq? Tropikin səhrasına baxmalıyıq. Çünki demişik tropikin səhrasında yağıntı azdır deyə qabiliyyət çoxdur. Buxarlanma qabiliyyətinin az olduğu ərazidə hara baxmalıyam? Ya soyuq əraziyə baxmalısan, ya da yağıntının çox düşdüyü ərazi. Əlimizdə də bu iki dənə ərazi var da. Biri ekvatordur, yağıntı çox düşür. Soyuq ərazidə qütb ətrafı ərazilərdir ki, nədir orada? Buxarlanma qabiliyyəti az olacaq. Çünki hava soyuqdur. Məsəl üçün, deyirsən ki, qütb ətrafı ərazidə yağıntı nədir? Az düşür və buxarlanma qabiliyyəti də azdır. Amma əmsal vahiddən böyükdür. Rütbətlənmə əmsalı. Bu necə oldu? Bu belə oldu ki, orada hava soyuqdur deyə, günəşin üstünə uzaq keçir deyə, hava soyuq olur. Hava soyuqdur deyə havada buxarlanma zəif gedir və havanın tərkibində olan rütubət buxarlanıb çıxıb gedə bilmir. Elə qalır havanın tərkibində. Ona görə də orada əmsal vahiddən nə olmalıdır? Böyük olmalıdır deyəcəksiniz. Aydın oldu?